Savunçu rayon şöbəsi, kollektivi, idarə heyəti iştirak edirik. Müəyyən səbəblərdən hava şəraitindən bağlı bizim bəzi yoldaşlar, veteranlar, qazilərimiz yollarda qaldı, gələ bilmədi. Başda Füzuli müəllim olmaq şərtindən Vətən Müharibəsi Veteranlar Birliyinin sədri, kollektivi, Savunçu rayon şöbəsinin burada iştirak eləməyən döyüşçü yoldaşların başsağlığını çatdırır. Bizim Zakir veteran qardaşımız, Zakir qardaşımızın dəfn mərasimidir. Ondan qabaq Şöhrət qardaşımızı itirmişik, Zakir qardaşımızı itirmişik. Bütün döyüşçülər adından, veteran qazilər adından, şöbəmiz adından Zakir qardaşımın evladına, yaxınlarına, doğmalarına başsağlığı verir. Allah rəhmət eləsin, ruh şad olsun, hava düzəlsin. Yığışıb şöbəmiz, veteran qazilər gəlib məzarını ziyarət edirik, o bizim müqəddəs borcumuzdur. Xeyir işlərə gələk bu kəndə, başımız xeyir işlərə qarşısın, veteranlarımızı itirməyək. Allah bir daha rəhmət. Gəlmişik bura Zakir qardaşımızın 40 verirdi. Mən 40 olmamışdım əvvəldən, eşidir gəlmişim. Veteranlardan da götürüb gəlmişim ötürlər. Allah rəhmət eləsin, Allah qardaşımıza rəhmət eləsin, ailəsinə səbir versin, hamımıza səbir versin. Gözəl bir insan döyüşlərdə can qoyub oda. Çıxmışıq Zakir qardaşımız üzrünə, Allah ona rəhmət eləsin. O da döyüşçü qardaşlarımızdan biriydi. Biz bu məşləğəyə girəndə həmişə Allah eləsin, xeyli şəkələr. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazi veteranlarımıza can sağlığı versin. Zakir qardaşına yaxınlarına səbir versin. Allah bir daha rəhmət eləsin. Sağ olun. Zakir qardaşımıza rəhmət eləsin. Diyağdan öyle onu söyləsin edirik. Ya da Zakir qardaşın yeri burada da görünür. Allah onu bir daha rəhmət eləsin. Yaxınlarına səbir versin. Bir oğlu, maşallah 20-ci ilin qazısıdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin Zakir qardaşımıza. Zakir qardaşımız çox dəyərli qardaşıydı. Dostluğa sadiq qardaşıydı. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Zakir qardaşımızın da Allah o dünyasını versin. Başınız sağ olsun. Sığımız bugün ondan ötəridir ki, biz dəyərli qardaşımız, Zakir qardaşımızı itirdik. Ondan qabaq Zöhrət qardaşımızı itirdik. Allah bizim veteranlarımızı qorusun, Allah şəhidlərimizə rəhmət eləsin. Məclisdə şəhid atası da bizimlə iştirak edir. Maçlarda dəstəbəşlərin iştirakini, sonra bu qardaşımız da Əfqanistan döyüşçüsüdür. Allah onun da canını sağ eləsin. Allahdan ona rəhmət edirəm, qəbri nurla dolsun. Allah Zakir qardaşımıza rəhmət eləsin. Bir də belənsiyini itkilər Allah bizə nəsib eləməsin. Qardaşlar daim yanımızda olsun həmişə. Sağ olsun, Ramiz müəllim də öz kollektivi ilə məclisdə iştirak elədi. Mən də Surxan rayonu Eldar Rüstəmovun adından, Füzuli müəllimin adından gəlmişəm. Başsağlığı verirdim onun qardaşına, böyük oğluna. Allah rəhmət eləsin. Allah can sağlığı versin. Allah bütün veteranlarımızı, qazilərimizi var. Allah şəhidlərimizə bir də qəni rəhmət eləsin. Salam, mən də Zakirəm ya, Allahdan rəhmət diləyirəm. Oğluna baş sağlığı veririk, Allah rəhmət eləsin. Həqiqətən Maştağanın dəyərli insanı idi, dəyərli döyüşçümüz idi. Allah ona rəhmət eləsin. Mən də Suraxanı rayon Vətən Müharibəsi Veteranlarının İctimai Birliyin şöbəli sədri Eldar Rüstəmovun adından baş sağlığı verirəm. Savunçunun sədri buradadır, Maştağanın sədri buradadır. Allah bunlardan razı olsun ki, hər zaman şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını göstərirlər. Allah onlardan razı olsun. Bəxtiyar qazi buradadır, Suraxan rayon hərbi ekspertidir. Allah rəhmət eləsin. Allah səbir versin. Allah sizləri var eləsin. Böylükdən əksik olmayasınız. Çox sağ olun. Biz Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Xocalı Xankəndi adından Allahdan Zakir qardaşımıza rəhmət eləsin deyirik. Bizdə də üzrlü səbəblərdən idarə heyətimiz burada iştirak eləmir. Ona görə də mənə göz düşdü ki, həm Bakı Milli Televiziyası olaraq, həm Azərbaycan Vətən Müharibəsi Xankəndi şöbəsi olaraq mən gəlib burada iştirak eləyim. Ailəsinə Allah səbir versin, Allah rəhmət eləsin deyirəm.
Salam aleyküm. Əvvəla gəlmişik Kərbəla Zakirin 40 mərasimidir. Allah onu rəhmət eləsin, qəni. Allah yerini, məskənini cənnət eləsin. Allah rəhmət eləsin. Allah izin versin. Allah rəhmət eləsin Kərbəlayı Zakirə. Allah səbir versin ailəsinə. Allah izin versin. Allah səbir versin ailəsinə. Allah bütün şehitlərimizə rəhmət eləsin. Qazilərimizə və can sağlığı. Allah rəhmət eləsin. Qardaşımız Zakiri. Necə deyərlər, tez getdi bu həyatdan. İstərdi ki, hamı şey yalnız olsun. Ruhsuz olsun. Yeri cənnətli olsun. Şəhidlərin de yeri cənnətli olsun. Allah rəhmət eləsin. Axır qəmləri olsun. Yaxşı oğlanlar. Getdi aramızda, hayır. Allah rəhmət eləsin. Allah icazə versin. Axır qəmləri Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin. Allah rəhmət eylesin. Allah eylesin. Allah köməklə. Zakir kardeşimizin 40 münasibəti ilə hamımız yığışmışıq bura. Gördüyünüz qazi vəkillər, hamısı buradadır. Cavanlarımız da gəldilər. Allah bütün gələnlərə də can sağlığı versin. O cümlədən Arif müəllim bir gün gəlmək istəyirdi bura. Hava şəraitinə görə biz ona qıymadıq. Həqiqətən qıymadıq ki, yəni bir gün hava şəraitində bu cür ağır hava şəraitində Arif dayı, Arif qardaşımız, Arif müəllimimiz bu günləri yəni ki, qıymadıq gəldi. Allah ona da can sağlığı versin, Allah onun ailəsini qorusun, Allah onun sevgilərini qorusun. Var olsun Arif dayı. Biz səninlə, sən də bizi ilənsən. Yəni biz səni ayırmırıq. Sən bizim qardaşımızsan, böyük qardaşımızsan və bugün sadəcə sizə qıymadıq. Çox sağ olun, gəlmişkən varsınız. Ailəsi adından da, oğlunun adından da sizə təşəkkürlərimizi, minnətlərimizi bildiririk. Həmçinin də Maşdağ Qazi veteranları adından. Çox sağ olun. Salam aleyküm. Bugün aprel ayının 16'sı Zakir kardeşimizin abi veteranının 40 mərasimidir. Allah onu rəhmət eylesin. Allah cəmi şehitlərə rəhmət eylesin. Aramızdan getdi, tez getdi. Zaman getdi. Biraz xəstəliyinə əlaqədar. Bundan çox tədbirlərdə olmuşuq, bir yerdə çox olmuşuq. Yerdə olmuşuq. Onlara da gələn oğlan, yaxşı, nəzəri oğlan idi, yaxşı oğlan. Allah rəhmət eylesin. Çox deməli, ona sözlər çoxdur. Həmişə bizim şöbəmizin təmirində bizi az qoymazdı. Çay qoyardı bizim üçün, gedərdi, kitab alardı, bir şey alardı, getirərdi, az qalırdı. Sağ olsun. Yerdə qalanlara. O dostlara da Allah can sağlığı versin. Çox əziyyət çəkdik burada. Çox əziyyət çəkdik. Allah rəhmət eylesin. قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم وليمسنكم عذاب عليم قالوا طائركم معكم وإن ذكرتم بل أنتم قوم مسرفون وجاء من أكثر مدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين اتبعوا من له يسألكم أجرا فحفظه تدوم وما لي لا أعبد الذي فطرني وإليك ترجعون أأتخذ من دونه آلهة يرد الرحمن بضر لا تغني عني شفاعتهم شيئا ولا ينصرون إن الذين ظلموا
آمنت بربكم فاسمعوا إلى الخلود قال يا ليت قومي يعلمون بما غفر لي ربي وجعلني من المكرمين لما أنزل على أمي من بعده من جند من السماء كما كنا منذرين إن كانت الله يصيح واحدة فيزهم جميع لدينا فاليوم لا يضر من نفس شيئا فلا يضر إلا ما كنتم تعملون إن أصحاب الجنة اليوم في شغل فاكهون هم أزواجهم بزلالنا على الرويق متكئون لهم فيها فاكهة منهم ويدعون سلام مولى من رب رحيم من سيظلم يحرم جرمنا ألم حضركم يا بني آدم أن الشيطان إنه لكم عدو مبين ونعبدونه هذا يا صراط المستقيم ولقد زلنا منكم بالله ينكسرا أفلا يملك التاجر هذه يا جهنم التي كنتم تؤدون اصبحوا اليوم بما كنتم تكفرون اليوم نختم على أفواههم وتكلم أيديهم وتشهد أرجلهم بما كانوا يكذبون ولم نشاء لتمسنا على أعينهم فاستبقوا الصراط فأنا يبصرون ولم نشاء لمسكنهم من مكانتهم فما استطاعوا مزيا ولا يرجعون ومن نؤمره ننكسه في الخلق فلا يهتدون وما علمناه الشعر وما ينبغي إن هو إلا ذكر وقرآن مبين لينذر من كان حيا ويحق القول على الكافرين أولم يروا أن خلق الحزين أم لسجنا آمن فهم لحيا مالكون وزللناها لهم فلهركوبهم ومنها يأكلون ولهم فيها مرض ومشرب فلا يشكرون واستغفروا من دون الله آلية لعلهم ينصرون فهم يشتكون نفسهم فهم لهم جند مكسرون فلا يحزنك قبلهم إنا نقبل ما يجرون وما يجرون أولم ير الإنسان أن خلق له من نطفة فإذا هو خصيم مبين وضرب لنا مثلا من خالق قال من يحيي العظام وهي رميم قل يحييها الذي ينشأها مرة وهو بكل خلق عليم نبي ورسول مدني باقي أسد الله مسمى بعلي وبزهراء بطول وبأم ولدتها وبسبتيه وشبليه هما نزل زكي وبسجاد وبالباقر والصادق حقا وبموسى وعلي وتقي ونقي وبزلسكن الذي يدعو حكمي أدلي عليهم صلوات وسلام عليها ليال ونهار وغداة وعشي عجب الآن دعانا وترم حمد زرانا فرجها تاجنا الكلنا إلهي بنبي وتقبل بقبول حسن الرب دعانا بنبي وعلي وولي ووسيل وسل على جميع الأنبياء والأنبياء والمرسلين الحمد لله رب العالمين اللهم نور قلوبنا آمين بآيات القرآن اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي الغبر ولسانا اللهم بلغ واصل سوا وما قرنا بكتابك الكريم البارك العظيم إن الواسطة بلا روح محمد اللهم صل على محمد وآل محمد والحسن المصطفى والحسين الشهيد تبارك أئمة الهدى صلوات الله وسلام عليه وعلى أجمعين أرواح المرحومين المقبولين المقرونين أرواح المرحوم المقبول